Herkese salam, yeni kanalıma xoş gəlmisiniz. Artıq 2 həftədir ki kanala video atmıram, amma əlbəttə ki bunun bir səbəbi var. Bu xoş xəbəri də sizlərlə paylaşmaq üçün kamera qarşısına keçdim. İlk öncə bunu qeyd edim ki, mənim kanalım yenidir, bəli və bir çoxunuz da məni tanımır. Əgər məni tanımırsınızsa i butonuna keçid edərək mənimlə tanış olun, videomu izləyə bilərsiniz. Və bunun xaricində də kanalımda təbii ki, Türkiyədə təhsillə bağlı, Türkiyədə universitetlə, Türkiyəyə necə gəldiyimlə bağlı başqa videolar da çəkmişəm və bu videoları da izləmək üçün kanalıma keçid edərək digər videolarımı da izləyə bilərsiniz. Bu videomun mövzusunu da hər halda artıq videonun başlığından da anlamışsınız ki, və artıq diplomumu aldım və bunun üçün çox sevincliyəm. Diplomla bərabər bir öncəki videolarda da bəhs etdiyim universiteti yüksək nəticə ilə bitirdiyim üçün onur bəlgəsi ilə təltif olundum və bu mənim üçün və ailəm üçün çox böyük bir qürur, fəxr deməkdir. Və bu videoda da sizə diplomumla tanış eləyəcəm və birazcıq da necə aldığımla bağlı məlumatlar da vermək istəyirəm təbii ki sizə. Diplomum bu qovluğun içindədir. Səbirsizliklə sizə göstərmək istəyirəm. Təbii ki, mən Türkiyədə oxuyan xarici bir vətəndaşam və əgər siz də Türkiyəyə oxumağa gəlsəz, bir xarici vətəndaş olaraq diplomu almaq üçün və diplomun Azərbaycanda tanınması üçün müəyyən prosedurlardan keçəcəksiniz. Amma ilk öncə diplomu sizlərlə tanış etmək istəyirəm. Sonra da bu proseslərə qısaca məlumat vermək istəyirəm. Mən də ilk dəfə idi diplom aldım və bu proseslərdən keçdim və artıq bu prosesdən keçdiyim üçün də məncə sizə məlumat verəcəyə qədər bilgimin olduğunu düşünürəm. Nəysə, diplomla tanış olmağa keçək. Diplomu mənə bu şəkildə verdilər. Əslində qalarsa mən ilk öncə çox təəccüblənmişdim belə bir papkada verdikləri üçün. Bu şəkildədir. Çünki bilirdim burada Azərbaycandakı kimi şey deyil, yəni attestatlarda olduğu kimi qalın dəridən olan bir kitabça kimi deyil. Bilirdim belə olduğunu, amma bu qədər də sadə gözləmirdim, nə yalan deyim. Amma əsas odur ki, onun keçərliliyi, onun qüvvəsi daha önəmlidir təbii ki. Bu arada inşallah səsimin yaxşı gəldiyini düşünürəm. Çünki mümkün olduğu qədər yüksək səslə danışıram. Videonu biraz da nəyə görə gecikdirdim? Mikrofon almaq istəyirdim. Mikrofonla videolarıma davam etmək istəyirdim. Amma 3 dənə mikrofon aldım və üçü də çox pis vəziyyətdə gəldi. Heç yaxşı, yəni bu səsim daha yaxşıdır. Nəinki mikrofonla çıxan səsim. Ona görə məcbur artıq mikrofonsuz bu videomu çəkdim. İnşallah gələn videolarda mikrofonla davam edərəm deyə düşünürəm. Bəli, keçək indi diplomuma. Diplomum əlbəttə ki bu deyil. Dediyim kimi mən xarici vətəndaş olduğum üçün diplomum apostil olunmalıdır. Bu apostilidir. Əfsuslar olsun ki, diplomun üstünə belə yapışdırılır, məcbur. Başqa çarəm yoxdur. Yəni çox bunun üçün cəhd göstərdim, amma sonra apostilin keçərli olmaya bilər deyə bura taxılır apostil. Diplomum isə budur. Bu şəkildə diplomum budur. Altın yansımalı. Çox qəşəng. Hər halda bunu arxa kameradan da göstərərəm. İndi böyük ehtimalsız tərs görürsünüz. Həqiqətən çox qürur vericidir. Bu diplom üçün çox çalışdım, çox vuruşdum. Yəni həqiqətən çox yollardan keçdim. Hər nəysə diplomumu sizə göstərdim üstündəki apostili ilə birlikdə. Keçək onur bəlgəsinə. Şəxsən nə yalan deyim, onur bəlgəsi diplomdan mənim üçün daha çox önəmli oldu. Yəni diplomu almayım, amma diplomu almasam onsuz da burada E-Devlət falan olur. E-Devlətə giriş elədiyinizdə orada zaten hansı universitetdən məzun olduğunuz göstərilir onsuz da. Ona görə də diplomu almayım, bu kağızı almayım, amma onur bəlgəsi üçün çox həqiqətən çalışdım. Çünki onur bəlgəsini vermə prosesi də biraz çox mənim üçün çətin oldu. Onur bəlgəsi ona görə mənim üçün daha qiymətli, daha dəyərlidir. Çünki onur bəlgəsi mənim yüksək nəticəli məzun olmuş bir tələbə olduğumun göstəricisidir. Bəli, bu da mənim onur bəlgəm. Belə göstərim sizə. Burada dekanımızın imzası var. Bu şəkildə, bu şəkildədir yəni. Bunu da arxa kameradan yenə sizə göstərərəm. Təbii ki, bunun içində verilmir. Bunu mən özüm aldım. Oradakı uşaqların məsləhətləri ilə bu papkanı aldım. Qoruyucu. Laminasiya deyil, laminasiya kimidir. İstədiyiniz kimi belə içəri keçirirsiniz. Türkiyə, Azərbaycanda səhv etmirəmsə bundan yoxdur. Varsa da hər halda biraz çətin tapılan bir şeydir. Çünki uşaqlar elə dedi. Mən Azərbaycana bir dəfə falan getmişəm 5 il ərzində. Amma burada çox asanlıqla bunu tapa bilərsiniz. Bu şəkildə göstərim. Belə bir papkadır ya da qoruyucudur. Qalındır, çox qəşəng materialı var. Bunun da reklamı olmuş oldu.
Bu şəkildə onur belgəm də budur. Onur belgesinin nə olduğunu sizə istəyirsinizsə qısaca məlumat verim, amma daha detallı bir şəkildə təbii ki i butonundakı videoya keçərək onur belgesi haqqında o videoda da məlumat vermişəm. Oradan da baxa bilərsiniz. Burada ortalama mövzusu olur. 0 və 4.00 arasında ortalama mövzusu olur. Təbii ki bu biraz uzun çəkəcək bunu sizə başa salmağım. i butonuna keçərək ortalamanı da onur belgesini də əlbəttə ki baxa bilərsiniz. Orada çox daha detallı başa salmışam sizə. 3.00 və üstü ortalaması olan tələbələrə onur belgesi təqdim olunur. 3.49 və üstü tələbələrə isə yüksək onur belgesi təqdim olunur. Bunu bir çox universitetlərdə verilir. Əgər siz Türkiyədə oxuyursunuzsa, mənim şəxsən öz Türkiyəli olan, Türkiyə vətəndaşı olan qrup yoldaşlarım var idi. Onlar belə bu mövzudan xəbərdar deyildilər. Onların da bir çoxlarının 3 və üstündə olan ortalamalı olan tələbələr var idi. Amma heç bundan xəbərləri belə yox idi. Ona görə sizi də burada məlumatlandırmaq istəyirəm ki, mütləq gedin öz danışman hocamızdan, bəlkə də hal-hazırda Türkiyədə oxuyan tələbələr var izləyicilər arasında. Mütləq gedin öz danışman hocamızdan bunu məlumatlanın. Bu çox önəmli bir şeydir. Həm sizin üçün, həm iş həyatı üçün çox-çox önəmli bir şeydir. Bu belgə mütləq əlinizdə olsun. Çünki bunu sizi çağırıb, hə sən onur belgesi aldın, gələ sənə verək demirlər. Siz bunu gedib tələb eləməlisiniz. Siz tələb eləməsəz böyük ehtimal bu sizə verilməyəcək. Ona görə də mütləq gedin soruşun, amma araşdırdığım qədərilə bəzi universitetlər belə bir şey vermirlər. O yöntəm də var. Yenə də siz mütləq bunu təbii ki soruşun, araşdırın. Diplomum və onur belgesi ilə yanaşı mənə bir ədəd də belə transkript verdilər. Bu transkript də təbii ki apostilli bir şəkildədir. Bu əslində səhifələr şəklindədir, amma mütləq şəkildə bunlar qorunmalı və saxlanılmalı olduğu üçün bunu da bura bu papka içərisinə salmışam və buradan çıxartmaq istəmirəm hal-hazırda bunu. Çünki bunu bura salmaq biraz çətindir. Çünki bu papkalar bir səhifə üçün nəzərdə tutulub, amma burada bir neçə səhifəli bir transkriptim var. Ona görə də bunu buradan çıxartmayacağam. Bu şəkildə mənim bu transkriptimdir. Bu transkriptdə də ki, birinci kursdan sonuncu kursa qədər bütün dərslərdən hansı balları almısınız, ortalamalarınız, nəticəniz nədir? Bütün hər şey bu transkriptdə var və bu da apostil olunub təbii ki və apostildə içərisində yenə buna möhürlü bir şəkildə bağlanıb. Bəli, mənə verilənlər bu qədər idi. Qısaca sizə bunu məlumat vermək istəyirəm. Siz diplomu alıb vətəninizə, ailənizin yanına qayıtmırsınız. Çünki bunu mən də elə bilirdim. Hətta bildiyiniz kimi mən Sivas Cümhuriyyət Üniversitesində oxuyuram və İstanbulda yaşayıram. Mən düşünmüşdüm ki, vəkalətimi Sivasda olan bir dostuma verim. O mən diplomu alıb kargo ilə İstanbula göndərsin. Amma sonradan öyrəndim ki, proses bununla bitmir, diplom almaqla bitmir. Bir neçə proseslərdən keçirilməlidir. Apostiller olunmalıdır. Mütləq özünüz olmalısınız və ya orada çox güvəndiyiniz bir insan olmalıdır. Sizin hər işinizi canla başla yerinə yetirəcək. O da ki, mən şəxsən oradakı dostlarımı bunun üçün darda qoymaq istəmədim. Onların da dərsləri falan olduğu üçün mən özüm gedib bütün prosesləri rahatlıqla özüm həll eləməyi seçdim. Sizə də bunu tövsiyə edirəm təbii ki. Diplomumu aldım. Diplomu aldıqdan sonra diplomun 3 dənə nüsxəsi çap olunur. Bu şəkildə 3 ədəd nüsxəsi çap olunur və diplom aldığımız yerdə buna da möhür və imza atılır. Bu sadəcə kserokopyasıdır deyim. 3 ədəd bundan çap olunur. Bu mənə lazım olacaqmış, amma indi yox. Ümumiyyətlə mənə lazım olacaqmış dedilər, amma hələ ki özüm də bilmirəm. Hər halda gələcəkdə yaşayacağam və görəcəm bu mənə nəyə görə lazımdır. Və 2 ədəd də bu şəkildə ÖBS sistemindən çıxardılmış transkriptim var. ÖBS sistemini də ortalama və onur belgesini açtığım videoda tapa bilərsiniz. Orada da ÖBS'nin nə olduğunu sizə açıqlamışdım. Biri ingilis dilindədir, biri isə türk dilindədir. Bunları da mənə möhürləyərək verdilər. Amma dediyim kimi orada mənim dostum dedi ki, bu hələ ki sənə lazım deyil, amma hər ehtimal səndə bu durmalıdır dedilər və mən də saxlayıram. Görək nə olacaq, yaşayıb görəcəm bunlar mənə harda ehtiyac duyacağam bunlara. Bunları aldıqdan sonra nə edirsiniz? Sizə indi bunu başa salıram. Bunları aldıqdan sonra siz həmin şəhərin, səhv eləmirəmsə həmin şəhərin olmasa da olar, digər şəhərlərin də ola bilər, amma mən elədim. Sivas şəhərinin valiliyinə getdim. Diplomumu və transkriptimi ödənişsiz bir şəkildə apostil elətdirdim. Normalda əgər mümkün olarsa sizdə çalışın, onur belgenizi də apostil elətdirin. Məndə mümkün olmadı. Çünki bizim dekanımız yeni təyin olunmuş bir dekan olduğu üçün Sivasın valiliyin sistemində hələ ki dekan olaraq adı keçmir, dekan yardımcısı olaraq adı keçdiyi üçün
mən bunu apostil elətdirə bilmədim, amma bunu da apostil elətdirsəniz çox yaxşı olar. Çünki bu o deməkdir ki, sizin bu bəlgəniz də Azərbaycanda keçərli olacaq, yəni tanınmış olacaq. 5-10 dəqiqə içərisində sizə apostil eləyib verirlər və bunlar apostil olduqdan sonra da mən dostumun köməyi ilə Azərbaycanda tanınması üçün buna başvururuq. Başvurmaqda təbii ki, ödənişlidir. Diplomların Azərbaycanda tanınması üçün dövlət rüsumu ödənməlidir və mən və bir neçə dostlarım da 250 manat dövlət rüsumu ödədik. Yəni bu da mütləq ağlınızda olsun. Diplomunuzu almağa getdiyinizdə həqiqətən də hazırlıqlı, büdcə cəhətdən də çox hazırlıqlı olmalısınız. Böyük ehtimal sizdə də 250 manat əhatəsində bir büdcə təşkil edəcək. Hal-hazırda mən də başvurmuşam, diplomumun tanınmasını gözləyirəm. Təbii ki, mənim universitetim Azərbaycanda tanınan bir universitet olduğu üçün əlbəttə ki, pozitiv bir nəticə gələcək və diplomum Azərbaycanda tanınacaq. Hal-hazırda mən də gözləmədəyəm. 2 ay ərzində nəticəsi çıxırmış bunun. Mən də 2 aydır gözləyirəm. Sizinlə birlikdəyəm. YouTube kanalımda davam etməyi düşünürəm. Sizin üçün videolar çəkməyi, paylaşmağı, sizinlə vaxt keçirməyi istəyirəm təbii ki də və diplomumun təbii ki nəticəsi çıxdıqda da sizinlə bölüşəcəm. Bu günlük də bu qədər. Həqiqətən çox xoşbəxtəm. Diplomumu artıq əlimə aldığım üçün mən və ailəm, ətrafımda sevdiklərim, hər kəs mənim adıma çox xoşbəxtdir təbii ki və sizinlə də bu sevincimi sevə-sevə paylaşmaq istədim. Diplomlarımı sizə göstərmək istədim. Diplomum üçün ayrıca bir video çəkmək istədim və bunu şərəfləndirmək istədim. Bundan öncəki və bundan sonraki videolarda sizləri görmək mənim üçün çox xoş olar. Yeni açılmış bir kanal üçün bir balaca dəstəyiniz belə çox önəmlidir. Videonu bəyənməyi, like etməyi, kanalıma abunə olmağı, bildirimləri açmağı, şərh bölməsində əgər suallarınız varsa, şərh bölməsində suallarınızı da verə bilərsiniz. Mən cavablandırmağa əlbəttə ki hazıram. Bu günlük də bu qədər. Hələlik.